Bismillahirrahmanirrahim. Değerli izleyiciler, bugünün de duası çok önemli bir duadır. 20. günün duasında Allah buyurur. Allah'tan ben de belə istəyir. Allahümme ec'alli fihi ila meradatik. İlahi, məni meradatika dəlila. İlahi, məni səni razı salan bir vəziyyətə sal. Məni sənin razılığına səbəb olan əməlləri etməyə vadar elə. Bu işi mənə nəsib elə. Və la tec'al li şeytani fihi aleyyə səbila. İlahi, şeytanın mənə müsəllət ola biləcəyi yolları üzümə bağla. Baxın, həm Allah'tan rəzayət istənilir, həm şeytandan qaçmaq üçün Allah'tan kömək dilənilir. Ki Allah'ım məni şeytandan qoru ki sənin rızayətini qazana bilim, səndən uzaqlaşa bilməyim. Vec'al cənnətə li mənzilən və məqila. Mənim üçün cənnəti əbədi qalacaq bir yer qərar ver. Baxın, duanın 2 dənə müqəddiməsi var cənnətə daxil olmaq üçün. Bəndə buyurur ki, ilahi, o əməllər ki sənin razılığına səbəb olacaq, bilirəm o əməllər mənim faydamadır. Sənə onun xeyri və ziyanı yoxdur. Həmən o əməlləri yerinə yetirməyə məndə cəsarət ver. Mənə cəsarət nəsib elə. Mənə dəlillər ver, mənə sübutlar ver ki, o əməlləri, gözəl əməlləri dərk eləmiş halda yerinə yetirim. Kör təbii, küyə düşmüş halda yox. Eşq ilə onları yerinə yetirim ki, şeytan mənə müsəllət ola bilməsin. Ya qadiyə həvaici talibin. Ey talib tələb edənlərin hacətini yerinə yetirəm. İlahi, 2 dənə şey istədik səndən. Biri budur ki, bizə doğru yolu göstər. Səni həqiqi sevgini bizə daddır. Yalnız sənin məşuqun olmağı bizə nəsib elə. Və bizi sənin eşqindən uzaqlaşdıran qara qüvvələrin müsəllət olmasına imkan vermə. Qoyma bizim eşqimizin arasında bir tikan kimi cücərsinlər. Bizi bir-birimizdən uzaqlaşdırsınlar. İlahi, bizə bu yolu nəsib elə ki, cənnət bizim əbədi evimiz olsun. Sənə an veririk öz izzətinə ya Ərhəmər Rahimin.